Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda dövlətin kiber suverenliyinin təmin olunmasının elmi-praktiki problemləri mövzusunda Respublika konfransı keçirilib. Tədbirin açılış mərasimində AMİA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək, son illər ölkəmizdə rəqəmsal transformasiya proseslərinin sürətlənməsi istiqamətində kiber təhlükəsizlik və kiber suverenlik məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Bu baxımdan konfransın dövlətin kiber suverenliyinin təmin olunmasının elmi, nəzəri və praktiki problemləri, həlli yolları, mövcud yanaşmalar və aparılan tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyasının Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasının qəbul olunması, eləcə də Azərbaycan yeni rəqəmsal arxitekturası üzrə vahid fəaliyyət planının müəyyənləşdirilməsi, bu sahədə elmi əsaslı yanaşmaların və institusional əməkdaşlığın aktuallığını daha da artırıb. Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kiber suverenliyinin qarantıdır mövzusunda geniş məruzə ilə çıxış edən akademik, mövzunun Azərbaycanda yeni rəqəmsal arxitekturanın formalaşdırılması zəruriyyəti və qlobal texnoloji çağırışlar kontekstində onun elmi texnoloji əsaslarının işlənməsi məsələsinə həsr olunduğunu bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında kiber suverenlik məsələsinə milli təhlükəsizlik və dövlət maraqları prizmasından yanaşaraq bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin suverenliyinə yeni çağırışlar, tələblər formalaşdırır. Onun sözlərinə görə kiber məkan artıq yalnız texnoloji sahə deyil, həm də siyasi, iqtisadi, sosial və mədəni proseslərə təsir göstərən mühüm strateji mühitə çevrilib. Bu səbəbdən dövlətlərin kiber suverenliyinin qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal dövlət quruculuğu, süni intellekt texnologiyalarının tətbiqi və cəmiyyətin rəqəmsallaşdırılması istiqamətində mühüm addımların atıldığını söyləyən məruzəçi, bu proseslər fonunda ölkəmizin kiber təhlükəsizliyi və kiber suverenliyi möhkəmləndirilməsinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Bu kimi elmi konfransların kiber suverenliyə dair aktual problemlərin müzakirəsi və yeni yanaşmaların formalaşdırılması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kiber Təhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı mərkəzin əsas fəaliyyət istiqamətləri, kritik informasiya infrastrukturu kimi müəyyənləşdirilmiş sahələr, bu sahədə formalaşdırılan normativ hüquqi mexanizmlər barədə ətraflı məlumat verib. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanının əhəmiyyətinə toxunaraq qeyd edib ki, məhz bu sənəddən irəli gələrək ölkədə vahid və sistemli kiber təhlükəsizlik ekosisteminin formalaşdırılmasına başlanılıb. Kiber təhlükəsizliyin dövlət təhlükəsizliyinin əsas onlarından birinə çevrildiyini diqqətə çatdıran natiq, konfransın mövzusunun müasir dövrdə olduqca aktual və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Professor Vilayət Vəliyev 21-ci əsrdə dövlətlərin suverenliyinin ən mühüm elementlərindən birinin məhz kiber suverenlik olduğunu deyib. Kiber suverenliyin təmin olunması istiqamətində yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasının zəruriliyindən danışan rektor, bu sahədə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü, rəqəmsal transformasiya proseslərinə töhfə verə bilən yeni nəsil mütəxəssislərin hazırlanmasının ölkənin kiber təhlükəsizliyi və texnoloji inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Tədbirdə həmçinin xüsusi rabitə və informasiya təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə Rəisinin müavini Tural Məmmədov, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov, eləcə də Azərbaycanda İnternetin İnkişafı Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Çıxışlarda dövlətin informasiya sistemlərinin mühafizəsinin gücləndirilməsinin kiber suverenliyin əsas istiqamətlərindən biri olduğu, kiber məkanda yaranan risk və təhdidlərə qarşı mübarizənin dövlət qurumları, elmi mühit və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq tələb etdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal transformasiya və süni intellektin sürətli inkişafı fonunda kiber suverenliyin qorunması milli təhlükəsizliyin dayaqlarından biri kimi xüsusi aktuallıq kəsb edir və bu sahədə ölkədə ardıcıl tədbirlər həyata keçirilir. Sonra akademik Rasim Əliquliyev tədbirdə çıxış edən alim və mütəxəssislərin, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin kiber təhlükəsizliyin təmin olunması ilə bağlı
aktual çağırışları əks etdirən fikir və mülahizələrini yüksək qiymətləndirib və çıxışının sonunda tədbirin təşkilində göstərdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də vətəndaş cəmiyyəti sektorunun nümayəndələrinə dərin minnətdarlığını bildirib. Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.